Salam əziz şagirdlər. Bugünkü bizim mövzumuz tarixdə Azərbaycan qadınlarıdır və gəlin birbaşa mövzunu öyrənməyə çalışaq. Azərbaycan tarixi təkcə oğullarımızla deyil, qəhrəman qadınlarımızın da şücaəti ilə zəngindir. Onların arasında diplomatlar, hökmdarlar, sərkərdələr, döyüşçülər də olub. Qədim yazılı abidəmiz olan şifahi xalq ədəbiyyatımızın nümunəsi Kitab-ı Dədə Qorqud dastanında Burla Xatun haqqında, Banu Çiçək haqqında, Selcan Xatun haqqında geniş məlumatlar var. Gəlin qədim Azərbaycan cəsur xanımlar haqqında da qısaca danışaq. Adının mənası dəmir olan Massaget hökmdarı Tomris. Demək, bu qadın eramızdan əvvəl Əhəməni şahı 2. Kirin Azərbaycana hücumu zamanı onunla döyüşə girmiş və hətta onun ordusunu məhv etmiş, özünü isə öldürmüşdü. Bununla Tomris həm həyat yoldaşının, həm də oğlunun qisasını almışdı. Qədim Azərbaycanda Amazonka deyilən döyüşçü qadınlar da var idi. Məsələ burasındadır ki, Yunan mifologiyalarında, Yunan mənbələrində Qafqazda, Qafqaz dağlarının ətəyində döyüşən qadınlar haqqında geniş məlumatlar var. Eramızdan əvvəl 4-cü əsrdə Azərbaycanda güclü Atropatena dövlətini yaradan Atropat mənbələrin verdiyi məlumata görə Makedoniyalı İskəndərlə görüşərkən ona 100 Amazonka bağışlamışdı. Qədim Azərbaycanın məşhur qadınlarına danışarkən biz Alban qadınlarını da yada salmalıyıq. Belə ki, Romalılar Azərbaycana yürüş edərkən mənbələrdə də çoxlu məlumatlar var bu haqda ki, Albanlar da döyüşərkən kişilərlə yanaşı Alban qadınlarının da döyüşməsi haqqında geniş məlumatlar vermişlər. İndi isə gəlin orta əsrlər dönəmində Azərbaycan qadınları haqqında məlumatlara baxaq. Bu dövrdəki Azərbaycan qadınları təkcə döyüşlərdə deyil, eyni zamanda siyasi həyatda da mühüm rol oynamışdılar. Belə qadınlardan biri Şəmsəddin Eldənizin həyat yoldaşı olmuş və onun siyasi yüksəlişində böyük rol oynamış Möminə Xatundur. Xatun türk ənənəsinə görə hökmdarın xanımlarına deyilir. Səlcuq sarayında xidmət göstərən Şəmsəddin Eldəniz burada Möminə Xatunla ailə qurmuş, daha sonra isə Azərbaycanın şimalına, yəni Araz çayından şimaldakı Arran adlanan bölgəyə hakim təyin olunmuşdu. Ağlı, təmkinli və sədaqətli olan bu xanım Şəmsəddin Eldənizə verdiyi məsləhətlərlə dövlət işlərində də mühüm rol oynamışdı. Möminə Xatun Şəmsəddin Eldənizin səfərlərində iştirak etmiş, xalqın vəziyyəti ilə yaxından tanış olmuşdu. Onun sayəsində dövlətdə daxili çəkişmələrin qarşısı da alınmışdı. Möminə Xatun elm və mədəniyyət nümayəndələrini də himayə etmişdi. Bu sahənin inkişafında böyük xidmətlər olmuşdu. Şəmsəddin Eldənizin ölümündən sonra Möminə Xatun onun qəbri üstündə məqbərə tikilməsinə göstəriş versə də bir qədər sonra özü vəfat etmişdi. Məqbərənin tikintisi isə oğlu tərəfindən tamamlanmışdı. Sədaqət rəmzi hesab edilən bu abidə hazırda Naxçıvan şəhərindədir, məşhur Möminə Xatun türbəsidir. Canbəyim Xatun orta əsrlər dövrün Azərbaycanın ən tanınmış simalarından biri idi. Belə ki, Qaraqoyunlu dövlətinin hökmdarı Cahan Şahın həyat yoldaşı olmuşdu. Cəsarətli, tədbirli, təmkinli qadın olan Canbəyim Xatun dövlət işlərində də çox ciddi təsir göstərmişdi. Dövrün mənbələri onu iki dünyanın xidmətçisi, ən böyüklərin şərəflisi adlandırırdı. O, ağıllı tədbirləri ilə dövlətdə çəkişmələrin qarşısını almış, sabitlik yaratmışdı. Qonşu dövlətlər və bəyliklərlə əlaqələrin qurulmasında Canbəyim Xatun mühüm rol oynamışdı. Baharlı hökmdarı Cahan Şah Ağqoyunlu bəyli ilə münasibətlərin qaydaya salınmasında da Canbəyim Xatunun böyük rolu var. Hətta mənbələrin də dediyi məlumata görə Canbəyim Xatun məşhur Ağqoyunlu Həsən Padşahın anası Saray Xatunla şəxsən tanış olmuş, onunla görüşləri olmuş. Hətta Saray Xatunun böyük şəxsiyyət kimi formalaşmasında böyük xidmətlər olmuşdu.
Canbəyim xatun qonşu dövlətlərlə və bəyliklərlə əlaqələrin qurulmasında, Cahan Şahın Ağqoyunlu bəyliyi ilə danışıqların aparmasında, dövlət fərmanlarında onun möhrün də olması xüsusi diqqətə layiqdir. Canbəyim xatunun dövründə Təbrizdə məşhur Göy məscid də inşa edilmişdi. Əziz şagirdlər, indi isə az öncə adını çəkdiyimiz Saray Xatun haqqında qısa məlumatlar əldə edək. Hələ Ağqoyunlu dövləti qurulmamışdan öncə Saray Xatun oğlu Həsən bəyin yardımcısı olmuşdu. Saray Xatun türk dilinin və ədəbiyyatının inkişafında mühüm rol oynamışdı. O, Avropa ölkələri ilə danışıqlar aparılmasında, Osmanlı Sultanı II. Mehmedlə görüş, alimləri və şairləri himayə etməsi ilə xüsusilə seçilirdi. Ağqoyunlu dövlətinin qadın sultanı adlandırardılar onu. Həsən Padşah Bayandur anasının məsləhətlərinə diqqətlə qulaq asardı. Çünki bu ona həmişə uğur qazandırardı. Xarici ölkə elçiləri əvvəlcə Saray Xatunla görüşər, onun razılığını aldıqdan sonra Həsən Padşahın qəbuluna düşə bilərdilər. Saray Xatunun bu görüşlərdə xüsusi yer təşkil edən hadisələrdən biri onun Osmanlı Sultanı II. Mehmedlə görüşüdür. Belə ki, onunla görüşərək Ağqoyunlu Osmanlı arasında gedən müharibələrin dayandırılmasında, sülh bağlanmasında mühüm rol oynayır. II. Mehmed Saray Xatuna xüsusi ehtiramla yanaşardı. Hətta ona ana deyərək müraciət edərdi. Ancaq çox təəssüf ki, sonralar Saray Xatunun vəfatından sonra Ağqoyunlu Osmanlı münasibətlərində yenidən gərginlik yaranmışdı. Tazlı Sultan. Tazlı Sultan kimdir? Səfəvilər dövlətinin qurucusu Şah İsmailin həyat yoldaşı. Əsl adı Şahbikə Xatun idi. Tazlı Sultan ona bu ləqəbi şəxsən Şah İsmail vermişdi. Doğrudur, mənbələrdə Tazlı Sultan Tazlı bəyim kimi də tanınır. Tazlı Sultan İsmailin özü kimi cəsarətli və döyüşkən idi. O, qısa bir müddətdə Səfəvilər dövlətində fəaliyyət göstərən Bacılar adlanan təşkilatın rəhbəri, liderinə çevrilir. Bu təşkilatın üzvləri hamısı qadınlardan ibarət idi. Təşkilata döyüş ruhlu xanımlar seçilir, onlara at çapmaq, ox atmaq, qılınc oynatmaq kimi döyüş sirləri öyrədilirdi. Döyüşlərdə iştirak etmək, əsir düşməmək, ölümdən qorxmamaq Bacılar təşkilatının əsas şərtlərindən idi. Təsadüfi deyil ki, Tazlı bəyim Çaldıran savaşında iştirak etmiş, nizə yarası almışdı. Cəsarəti